Diqqət, qətiyyən toxunmayın. Çünki ölü deyil, sadəcə qış yuxusuna gedib. Soyuq aylarda ölü kirpi tapsanız, onu bastırmayın, zibil qutusuna da atmayın. Heç kim həyətində və ya yolda ölü heyvan görmək istəməz, amma noyabrdan mart ayına qədər kirpilər qış yuxusuna yatırlar. Adətən təhlükəsiz qalmaq üçün torpaqda çala qazırlar, lakin artıq yaşıllıqlarımız, kollarımız və meşələrimiz azalır. Buna görə də kirpilər üçün qışı təhlükəsiz yerdə keçirmək getdikcə çətinləşir. Bəziləri istilik və təhlükəsizlik tapmaq üçün sizin bağınıza sığınır, bəziləri isə çox yorulduqları üçün yol kənarında, səkidə və ya qəribə yerlərdə yatırlar. Qış yuxusu zamanı enerji saxlamaq üçün kirpilərin ürək döyüntüsü və bədən fəaliyyəti xeyli yavaşlayır. Bu da bəzən onların ölü kimi görünməsinə səbəb olur. Əgər hərəkətsiz bir kirpi görsəniz, onun təhlükəsiz və isti yerdə olduğuna əmin olun. 5 aya qədər orada qala bilər. Əgər bağınızda və ya küçədə bir kirpi tapsanız, onu karton qutunun içində quru, təhlükəsiz və sakit bir yerdə saxlayın və qutunun üzərinə hava keçməsi üçün kiçik deşik açın ki, soyuq aylarını orada keçirə bilsin. Kirpilər nəsli tükənməkdə olan, tamamilə zərərsiz və ekosistemimiz üçün çox vacib bir növdür. Onlar həşəratları, ilbizləri, qurbağaları, kərtənkələləri, hətta ilanları yeyirlər. Zəhərli olanları da eyni zamanda sıçan yuvalarını da məhv edirlər. Arılardan və eşşəkarlarından qorxmurlar. Kirpi onların sancmasına fikir vermədən eşşəkarısı yuvasını asanlıqla dağıdıb içindəkiləri yeyə bilir. Alimlər çoxdan kirpilərin gürzə dişləməsi də daxil olmaqla güclü zəhərlərə qarşı immunitetinin olduğunu müşahidə ediblər. Bu təbii antizəhər fenomeni hələ də elmi cəhətdən tam izah olunmayıb. Soyuq aylarda kirpi görsəniz, diqqətli olun. Belə həssas bir canlıya kömək etməyin sizə heç bir xərci yoxdur. Kanalımıza abunə olmağı unutmayın.